Hamınıza salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə 7-ci sinif biologiya, ikincisi isə səhifə 67-nin tapşırıqlarını sizə baya salacağım. Öyrəndiklərinizi tətbiq edin. Məhsulun enerji dəyəri onu qəbul edən zaman orqanizm tərəfindən istehsal olunan enerjinin miqdarıdır. Yəni, bu orqanizmin həyati funksiyalarını təmin etmək və sərf olunan gücü bərpa etmək qabiliyyətidir. 100 qram məhsulun və ya 100 ml içkinin enerji dəyəri göstərilir. Göstəricilər zülalların, yağların və karbohidratların miqdarı ilə müəyyən edilir. Cədvəldə bəzi qida məhsullarının enerji dəyəri tərkibində qida maddələrinin faizlə miqdarı göstərilmişdir. Gördüyünüz kimi dostlar, bu cədvəldir. Müzakirə edin. Sadalanan məhsullardan hansı daha çox kalori daşıyır? Dostlar, yaxınlaşdırım, yaxşı baxın. Gördüyünüz kimi dostlar, kalori dəyəri buradadır. Ən çoxu da 656-dır. Bu da dostlar qozdur. İkincisində hansı ərzaq məhsulunda daha çox zülal, yağ və karbohidrat var? Dostlar, buradadır. Zülal, yağ və karbohidratlar. Zülalda gördüyünüz kimi ən çoxu dostlar 22.1-dir. Yağda ən çoxu 60.8-dir. Karbohidratlarda isə 48.3-dür ən çoxu. İndi baxaq hansılardır bunlar. Zülalda dostlar pendirdədir ən çox. Yağda ən çox qozdadır. Karbohidratlarda isə ən çox ağ çörəkdədir. Belə cədvəllərdən nə üçün və harada istifadə edilir? Dostlar, sağlam həyat tərzi sürmək üçün dostlar qida rasionundan istifadə edilir bu cədvəllər. Öyrəndiklərinizi yoxlayın. Az hərəkətli həyat tərzi sürən insanlarda daima yorğunluq müşahidə olunur. Bunun səbəbi nədir? Dostlar, az hərəkətli insanlarda qan damar sistemi yaxşı işləmir. Buna görə də, zəif işlədiyinə görə də insanlar özlərini daima yorğun hiss edirlər. Amma əksinə dostlar, daha çox hərəkət etdikdə isə qan damar sistemi yaxşı işləyir və beləliklə biz də özümüzü yorğun hiss eləmirik. Qida rasionunuz ailəniz digər üzvlərinə fərqlənirmi? Nə üçün? Dostlar, bunu siz özünüz deməlisiniz. Yəni, məsəl üçün, kiminsə xəstəliyi varsa sizin ailənizdə, o zaman dostlar qida rasionunuz onlarla fərqlənir. Çünki onlar məsəl üçün şəkər yeməməlidir. Yəni şirniyyat kimi şəkəri daha çox olan yeməklər yeməməlidir. Amma siz yeyə bilərsiniz. Buna görə fərqlənə bilir. Sağlam qida seçimini necə edə bilərik? Fikrlərinizi əsaslandırın. Sağlam qida seçimini Ümumdünya Səhiyyə Təşkilatları yaratdığı qida piramidasından istifadə edərək bunları tapa bilərik. Bu qədər dostlar, sağ olun, salamat qalın. Belə videoların çoxlu gəlməsini istəyirsinizsə abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.